Azərbaycanın qərb bölgəsində yerləşən Göygöl təkcə füsunkar gözəlliyi ilə deyil, həm də ətrafında dolaşan sirlər və rəvayətlər ilə məşhurdur. Bu göl haqqında xalq arasında əsrlərdir danışılan bir inanc var. Güya Göygöldən Ermənistan ərazisində yerləşən Sevən Göyçə gölünə yeraltı su yolları, çuxurlar, tunellər uzanır. Deyilənə görə Göygöldə buraxılan balıqlar bir müddət sonra Göyçə gölündə peyda olurmuş. Bu hekayə nəsildən nəslə ötürülərək günümüzə qədər gəlib çıxıb. Xalq arasında danışılanlara görə qədim zamanlarda bölgənin dağlıq relyefi altında böyük yeraltı su sistemləri mövcud olub. Bu sistemlər Kəpəz dağının ətəklərindən başlayaraq Göygöldən çıxan suları uzaqlara, o cümlədən Göyçə hövzəsinə qədər aparırmış. Rəvayətlərdə deyilir ki, bir dəfə alimlər Göygölə müəyyən növ balıqlar buraxıblar və bir müddət sonra həmin balıqlar Göyçə gölündə aşkarlanır. Bu hadisə xalq arasında Göygöldən Sevanadək gizli su yolu inancını daha da gücləndirib. Coğrafi cəhətdən Göygöl və Göyçə gölləri fərqli hövzələrə məxsusdur. Göygöl Kəpəz dağının ətəyində dəniz səviyyəsindən 1556 metr yüksəklikdə yerləşir, Göyçə isə çox daha geniş və dərin bir göldür. Aralarındakı məsafə təxminən 120 kilometrdir və bu məsafə boyunca dağ massivləri və geoloji təbəqələr mövcuddur. Elmi tədqiqatlara əsasən bu iki göl arasında birbaşa yeraltı təbii tunel mövcud olması ehtimalı çox azdır. Lakin yeraltı su axınları, yəni artezian sistemləri vasitəsilə müəyyən miqdarda suyun bir bölgədən digərinə hərəkət etməsi mümkündür. Bu isə çox uzun müddət və çox kiçik miqyasda baş verə bilər. Bu inanc təkcə təbiət sirlərindən yox, həm də xalqın ruhani dünyasından xəbər verir. Göygöl və Göyçə, biri bugün Azərbaycan ərazisində, digəri isə tarixi Azərbaycan torpağı olan İrəvan bölgəsində yerləşir. İnsanlar bu iki gölü qardaş göllər kimi görürlər. Rəvayətdəki yeraltı əlaqə isə sanki bir xalqın bölünməzliyinin, torpaq və su ilə birliyinin rəmzidir.